Selamun Aleyküm və Rahmetullah Şeyx. Aleyküm salam. Şeyx, bəziləri deyir ki, bəzi səhabələr Əhl-i Beytə pis münasibət göstərir. Bu nə dərəcədə doğrudur? Əhl-i Beytdən olmayan səhabələrin Əhl-i Beytə münasibəti necə olur? Elhamdülillah, qardaşlar. Ümumiyyətlə, heç bir sahabə Əhl-i Beytə pis baxmayıb. Əhl-i Beyt kimi. Fəzilətlərini qoruyublar. Lakin, Əhl-i Beytdən olanlar da insandırlar. Siyasi baxışları olub, yanaşmaları olub, Quran sünnənin xaricində olan məsələlərdən. Ola bilər, hansısa sahabi, hansısa Əhl-i Beytdən olan adamın fikrinə razı olmayıb. Bu normaldır. Aydındır, bu normaldır. Bu cür amma qaldı ki, Əhl-i Beytin fəzilətini heç bir sahabi inkar eləməyib. Olan fəzilətlərini saxlayıb həmişə. Bəli, fikir ayrılığı ola bilər. Hətta Əhl-i Beyti içində fikir ayrılığı var idi. Aydındır. Elə Əhl-i Beyt var idi, Əməvilərlə yaxşı idi. Muaviyyə ilə yaxşı idi. Aydındır, Muaviyyə ilə yaxşı idi. Hətta bu söhbətlərdən sonra. O fikir ayrılığı ola bilər. Siyasi baxış, məsələlərə yanaşma. Bu başqa şeydir. O Əhl-i Beytin fəzilətini inkar eləməyə deyil. Fəzilət o demək nədir ki, nə dedi? Haqdır, yox. Allah da nə deyir, haqdır. Bir də Peyğəmbər sallallahu aleyhi ve sellem dəvətdə. Aydındır, qardaşlar. Bu qədər. Şeyx, ümumən Əhl-i Beyt haqqında danışan hər kəs doğrumu danışır? Yoxsa bu məsələdən sui-istifadə edənlər var? Bilirsiniz, kim doğru danışıb, doğru danışmamalı biz necə təyin edirik? Bizim nəfsimizə, havamıza görə yox. Biz Quran sünnəyə baxırıq, dəlillərə. Biz dəlillərlə danışırıq. Kim danışır dəlillərlə, məsləri əgər Quran sünnədirsə, baxırıq. Yox, əgər məsləri fəlsəfədirsə, kəlam əhlidir, nə bilim, məntiqdir, cürbəcür, onları rədd edirik. Kim deyir, desin. Amma biz bir adamın düz olub, düz olmamın bizdə var, əlhamdülillah, Quran sünnə. Ona təyin edirik, vəssalam. Nə müvafiqdir, deyirik, bəli. Nə müxalifdir, deyirik, yox. Kim deyir, desin. Bizdə haqq batil təyin eləmək meyarı əsası budur. Bəli. Allah razı olsun.